O zaman istəyərdik Elman müəllim, onunla başlayaq. 2025-ci il siyasi, iqtisadi baxımdan fikrinizcə hansı məqamlarla ən çox yadda qaldı? Bütövlükdə 2025-ci il dünyada siyasi kataklizmlərlə, toqquşmalarla, yeni təhdid və çağırışlarının yaranması ilə yadda qalıb. Amma eyni zamanda bütün bu reallıqlar fonunda çox sevindirici haldır ki, Azərbaycan öz sabitliyini qoruyub saxlayıb və eyni zamanda müəyyən etdiyi strateji hədəflərə çatıb. Və ən əsası 2025-ci il bizim xatirimizdə qalır, bizim tarixi zəfərimizin 5-ci il dönümü kimi. Bu illər biz böyük ruh yüksəkliyi ilə, həm də bütün dünyanın izlədiyi çox möhtəşəm bir hərbi parad da keçirdik bununla bağlı. Eyni zamanda axı il konstitusiya ilidir, suverenlik ilidir. Ulu Öndər Heydər Əliyev müəllifi oldu, konstitusiyanın 30 illiyini biz qeyd elədik. Və bu nöqteyi nəzərdən bizim üçün çox mühüm ildir. Siyasi sabitlik qorunub saxlandı, daha da möhkəmləndi. Siyasi sabitliyin kökündə dayanan fundamental səbəb odur ki, Azərbaycan xalqı öz prezidentinin siyasətini bir mənalı dəstəkləyir. Amma sual yaranır ki, niyə dəstəkləyir? Səbəb nədir? Çünki ölkə prezidenti də məhz xalqının milli maraqlarına irəli gələn müstəqil siyasəti həyata keçirir. Müstəqil siyasət. Bax, bu səbəbdən də bu xalq hakimiyyət birliyi bu ildə daha da möhkəmlənib. Və eyni zamanda təbii ki, xarici siyasət, diplomatiya sahəsində də bizim bu illər çox yadda qalan nailiyyətlərimiz olub. Xarici siyasət nəyə deyirlər? Xarici siyasət dövlətin milli maraqlarının beynəlxalq aləmdə müdafiəsi ilə bağlı həyata keçirilən siyasətdir. Yaxşı, bizim milli maraqlarımız beynəlxalq aləmdə necə müdafiə edilib? Biz hansı strateji nailiyyətlər imza atmışıq? Yəni bu 20 dəqiqə, 15 dəqiqə ərzində bunların hamısını demək biraz çətindir, amma birinci ağlımıza gələn 8 avqust tarixli Vaşinqton razılaşmalarıdır, tarixi əhəmiyyətli razılaşmalardır. Və bu razılaşmaların ən fundamental cəhəti odur ki, nəhayət ki, sülh müqaviləsi paraflandı. Yəni sülh müqaviləsi imzalanmadı. Sülh müqaviləsi paraflandı. Paraflanma o deməkdir ki, bu sülh müqaviləsinin 17 bəndinə, yəni bu qədər bəndi, heç bir düzəliş daha bundan sonra olmayacaq. 18-ci olmayacaq. Və yaxud da ki, hər hansı bənddə korrektələr olmayacaq. Bu artıq Vaşinqtonda təsdiqləndi. ABŞ prezidenti Donald Trump'ın deməli iştirakı ilə, onun şahidliyi ilə bunlar baş verdi. Və 9-7-ci maddənin ləğvi ilə bağlı çox mühüm addım atıldı. 9-7-ci maddənin fəaliyyəti daha bir il müddətinə donduruldu. Amma bu məqamı gözəl qeyd elədiniz. Biz məsəl üçün daim eşidə bilərik ki, az əvvəl sizinlə söhbətimizdə də efirdən əvvəl danışdıq. İstəyərdik buna da bir nəzər yetirək. Bu 1992-ci ilin oktyabr ayında Azərbaycana qarşı Amerika Birləşmiş Ştatları Konqresinin qəbul etdiyi bir bədnam qətnamədir. O zaman postsovet artıq respublikalar, müstəqil respublikalar idi. Onları azadlığı müdafiə aktı qəbul etdilər ki, maliyyə, iqtisadi dəstək göstərsinlər. Bu Azərbaycana gələndə isə həmin azadlığı müdafiə aktına bir sadəcə 9-7-ci, o da 9-6 var idi deyə, ona görə bu şərti 9-7-ci bir qadağa aktı tətbiq etdilər. Yəni burada iki şeyə qatışılma olmaz. Birincisi, 9-7-ci maddə Amerika Birləşmiş Ştatlarının dövlət səviyyəsində Azərbaycanın iqtisadi qadağa aksiyasıdır. Yenə deyirəm, dövlət səviyyəsində. Qeyri-hökumət təşkilatlarına bu dəxli yoxdur. Bu bir. İkincisi də ki, Vaşinqton razılaşmalarında 9-7-ci maddə ləğv olundu yox. Onun ləğvi növbəti bir il üçün reallaşdı. Bir il işləməyəcək. Ləğv olunması üçün nə tələb olunur? 1992-ci ildə buna bəzən müəllifin adı ilə John Kerry düzəlişdə deyirlər. Kerry düzəlişi. Və o zamanları bunu Konqres qəbul etdi. Konqresdə 435 konqresmen var, 100 senator var. Bunlar hamısı, mütləq əksəriyyəti bu qətnamənin lehinə səs verir ki, Azərbaycan qarşı iqtisadi qadağa aksiyası reallaşsın. Deməli, bunu Konqres edib. Deməli, kim ləğv eləyə bilər? Yenə də Konqres. Konqresdə bu və digər qəbul etdiyi qətnamənin ləğvi üçün 3-2 səs çoxluğu lazımdır. 3-2. Nə zaman Amerika Birləşmiş Ştatlarının Konqresində 3-2 səs çoxluğu olsa, tutaq ki, prezident bunu istəyir və bu günlər unikal vəziyyətdə Ali İcra Hakimiyyəti respublikalardadır, prezident odur.
Konqresin hər iki palatasında çoxlu respublikaçıların əlindədir və Trump bunu istəyir ki, ləğv olsun. Amma 3-2 səviyyəsində çoxluq deyil. Aydındır. Bu səbəbdən 907-ci maddənin ləğvə məsələsi, biraz perspektiv məsələsi, biz inanırıq buna, amma çox qəliz məsələdir. Əslində nə gözəl ki, bax bunu belə detallı şəkildə bizə də izah elədiniz. Yəni həqiqətən bu cürdür. Yəni bəzən belə ifadələr olur ki, 97-ci maddə ümumiyyətlə ləğv oldu. Yəni bu yanaşma düzgün deyil. Bu unikal vəziyyətdir. Kaş elə belə olurdu. Amma yeri gəlmişkən bir şey də deyimsin. Bugün Azərbaycan öz iqtisadi baxımından elə bir inkişaf səviyyəsinə gəlib çatıb ki, 907-ci maddəni tətbiq elə bizim o iqtisadi gücümüz və potensialımızla müqayisədə kiçik bir artıq hadisədir. Burada söhbət prinsipial yanaşmadan gedir, prinsiplərdən gedir ki, niyə təcavüzə məruz qalan dövlətə qarşı belə iqtisadi qadağan aksiyası olsun. Bax, Vaşinqtonda bu istiqamətdə hesab edirəm ki, mühüm addımlar atıldı və nəhayət ABŞ prezidentinin vasitəsilə, şahidliyi ilə Azərbaycan və Ermənistan siyasi liderləri birgə bəyannamə imzaladılar. Və Birləşmiş Ştatlarla Azərbaycan da strateji tərəfdaşlıqla bağlı bir anlaşma memorandumu razılaşdırdılar. Və bunun mahiyyəti də odur ki, biz istəyirik ki, Birləşmiş Ştatlarla strateji tərəfdaşlıq xaritəsi imzalayaq. Bununla bağlı bir anlaşma imzaladıq. Məqsəd nədir? Məqsəd odur ki, biz münasibətlərimizin səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə qaldıraq. İndi yarın sual sizdə yarana bilər ki, beynəlxalq münasibətlərdə strateji tərəfdaşlıq nəyə deyirlər? Nəyə deyirlər? Bir dövlət digərinin müstəqilliyini tanıyırsa və səhvədə qaçırsa, artıq əməkdaşlıq mühiti yaranır. Bir dövlətin digər dövlətlə fundamental məsələlərdə, həyati əhəmiyyətli, onlar ona deyirlər ki, fundamental məsələlərdə əgər maraqlar üst-üstə düşürsə, ona vital interests deyirlər Amerikanlar, həyatı maraqlar üst-üstə düşürsə, bu halda strateji tərəfdaşdırlar. Məsələn, beynəlxalq terrorizmə qarşı mübarizə məsələləri, ABŞ üçün strateji əhəmiyyətli məsələdir. Biz də onu yanındırıq, biz də onu dəstəkləyiriksə, bu artıq həmin səviyyədir.